kvadrat kökü keçdik. Kvadrat kök nə deməkdir, necə yazılır, nə formadadır, içərisindən hansı rəqəm çıxır. Bunun hər birini keçdik. İndi isə kvadrat kökün hasilin və nisbətin, yəni hasilin və bölməsini keçəcək. Gəlin ümumi bir baxış edək. Məsələn, kvadrat kök o deməkdir ki, özünün eynisini vurmaqla onun içərisinə daxil, yəni kvadratı ilə daxil olunur. Məsələn, deyək ki, 9. 9 bərabərdir 3 çıxacaq. Çünki elə bir burada görünməz formada 2 rəqəmi var. Görünməz formada 2 rəqəmi var. Məsələn, deyirik ki, kök altında 81. 81-dən nə çıxacaq? 9 çıxacaq. Məsələn, tutaq ki, deyirik ki, 4. 4 kök altına necə daxil olur? Kök altında 4-ün evi kvadratı kimi yazılır, 16 kimi. Bəzən 4-ü kök altına salanda şagird 2 kimi yazır. Kök altda 2. Yəni orada çaşmayın. Çünki kök altda kvadratla girir kök altına. Çıxarkən onun yarısı çıxır. İndi isə keçək hasili və nisbəti nədir? İndi isə keçək ona. Məsələn, deyirik ki, əvvəlcə deyək hasilinlə. Kök altında tutaq ki, deyək, məsələn, kök altda 8. Gəlin belə edeyim. Uzadım. Kök altda 8 vurulsun, tutaq ki, 9-a. 8 vurulsun 9-a. Bunu bərabərdir. Yazarım kök altda. Neçə? 8 9-un 72. Çıxmasa da ola bilər. Fərqi yoxdur. Yəni bu hasili içərisində vurdum. Və yaxud da gəlin nümunədici tapşırıqdan götürək. Tutaq ki, kök altda deyir 64 vurulsun 0,25. Nə edirik? Bunu belə də yaza bilərik. 64-ü məsələn tutaq ki 0,25-ə vuranda neçə eləyir? 8 0,15-ə 8-i 0,15-ə vuranda 4 kimi çıxır da. Bunu biz belə də yaza bilərik. Məsələn, kök altda 16 yazarıq. Bu eləyəcək 16. 16-dan da çıxacaq 4. Elə bunu promil 4 də yaza bilərik. Və yaxud da belə yaza bilərik. Kök altda 16, o da bərabərdir 4. Belə də yaza bilərik. Bir də belə formada eləyə bilərik. Kök altında, bir daha fikrim burada. Kök altda 64 vurulsun. Kök altda 0,25. Parçalaya da bilərik. Kök altda 64-dən nə çıxacaq? 8 vurulsun. 0,25-dən nə çıxacaq? 0,5. Bu da bərabər, bu nədir? Bu vurmadır. Bu da bərabərdir 4 eləyəcək. Nəticələr onsuz da eyni oldu. Amma biri var parçalayaraq ayrı-ayrı yazmaq. Biri də var ki, eyni kökün altında yazmaq. Sizin üçün fərqi yoxdur. Yəni siz ikisindən də yaza bilərsiniz. Hansı sizə rahatdırsa. Məsələn, mən olsam, mən bunu daha rahat gələr mənə. Bura kimi bir sual yoxdur. Yoxdur ki. O zaman keçirəm ardına. Məsələn, indi isə nisbəti nə deməkdir? Nisbəti nədir? Məsələn, yazıram kök altında 144-dən 25. Bunu yaza bilərəm belə tam şəkildə çıxmaq. 25-dən nə çıxacaq? 5. 144-dən nə çıxacaq? 12. Yaza bilərəm 12-də 5. Amma bir də belə də yaza bilərəm. Kök altında 144-də 25. Yazıram bunu. Kök altda 25. Yazıram kök altda 144. Bu da bərabər 25-dən çıxacaq 5. Bundan da çıxacaq 12. Sanki belə deyək də. Məsələn, siz 8-ci sinifsiz. Bunu yazan kimi, bu hardan gəldi bilirsiniz. Amma durub 7-ci sinif şagirdi olunca, 6-cı sinif şagirdi olanda bunu sırası yazsam, yuxarıdakini yazsam, o deyəcək mənim hardan gəldi. Biz ona görə bunu parçalayırıq. Birinci belə yazırıq, sonra belə yazırıq. Və sonradan demək istəyirik ki, yəni bu 5, bu 25-dən alınan 5-dir. Biz onu yazmışıq ora. Yəni kök altda 25, kök altda 144 kimi yazsaq, 12-də 5 alınacaq. Yəni tam açıqlaması olduğuna görə. Yəni sizə hansı rahatdırsa. Bir dənə də bundan yazıram.
Məsələn, deyək hansı? Tutaq ki, deyək, kök altda 81, burada deyək 64. Bunu elə promo yaza bilərəm 9-da 8 kimi. Bir də bunu yaza bilərəm kök altda 64, kök altda 81. Yazaram, yuxarıdakından 8 çıxır, aşağıdakından 9. 9-da 8. Yenə eyni cavab elədir. Sualı olan var bu mövzu üzrə? Var mı sualı? Yoxdur ki. İndi isə keçirəm növbəti. Bunun çaşdırıcı formaları çox yazıla bilər. Məsələn, yazıla bilər ki, tutaq ki, beləcə, kök altda 3 vurulsun kök altda 2. Belə də yazılır. Məsəl üçün deyirəm, 2 belə də yazıla bilər. Bunu neyəcəm? Bunu yazacağım kök altında 3 vur 2 kimi. Bərabərdir kök altda 6. Belə də yaza bilərəm. Və yaxud da bir kökün içində də yaza bilərlər. 8 vur 2 kimi. Bərabərdir kök altda 16, o da bərabərdir 4. Və yaxud da belə də yaza bilərlər. Kök altda 2 vur 3 vur 6. Bunu yaza bilərəm kök altda 2-ni 3-ə vuranda 6, 6-nı da 6-ya 36. Bu da bərabərdir 6 çıxacaq. Elə bir ki, bu bunun evi kimi bir şeydir. Aydındır. Hər bir şey bunun daxilində olur. Sonra görüm hansı nümunədən var. Belə bir nümunə var. Belə bir nümunə var. Çaşılmasın deyə hər birindən göstərəcəm ki, tapşırıq yazanda başınızda olsun. Məsələn, bax, yazır ki, kök altında 13 kvadratı, çıx 12-nin kvadratı. Uşaqlar, bir şey deyim. O bir kökün içində yazmaq var idi ya. O, vurmada, bölmədə aid edə bilərik. Burada, çıxmada, toplamada olanda onu aid edə bilmərik. Burada nə edirik? Biz 7-ci sinifdə müxtəsər vurma düsturları keçmişik. Müxtəsər vurma düsturlarının kvadratında nə olurdu? Bir dəfə toplama kimi olurdu, bir dəfə çıxma kimi. Nə edirik bunu? Necə yazırıq? Bunu yazırıq bərabərdir. Kök altda. Kök altımızı sırası belə bağlamağa tələsməyin. Kök altında bərabərdir. Hələ ki yazım. Bir dəfə 13-dən çıxıram 12-ni. Mötərizə bağlanır, açılır. 12, üstə gəl bir dəfə də 13. İndi gətirdim bunu, bağladım. Bərabərdir. Kök altda 13-dən 12 çıxan necə qalır? 1. Vurulsun. Arada vurma var axı burada. Vurulsun. 12-nin üstündən 13 gəldir necə? 25. Bu da bərabərdir. Kök altda 25. Bu da bərabərdir 5. Cavab bu. Aydındır. Sonra məsələn, bir dənə toplama kimi verə bilər. Toplama kimi verə bilər. Yazılar ki, məsələn, kök altda 5-in kvadratı üstə gəl 12-nin kvadratı. Bərabərdir. Bunu necə yazacam? Bunu yazacam kök altda 5 üstə gəl 12. Belə də yaza bilərəm. Əslində başqa cür olar, amma çalış ki, mövzu icazında olmasın da. Olar bir dəqiqə. Məsələn, 5-in kvadratı necə yazıram? 25 kimi. Üstə gəl. 12-nin kvadratı nədir? 144 kimi. Bu da bərabərdir. Kök altda. 25 ilə 144-ü toplayanda nə verir mənə? 169. Düzdür? Bu da bərabərdir 13. Yəni 169 13-ün kvadratına bərabərdir. Yəni çıxma olanda bir dəfə toplama, bir dəfə çıxma kimi yazın. Müxtəsər vurma düsturlarında kimi. Amma toplama olanda elə, yəni belə deyim, 5-in kvadratı üstə gəl 12-in kvadratı. Yəni bu qayda ilə də gedə bilərsiniz. Sonra görək orada nə var?
Görək nə var nümunələrdən. Var, digər mövzumuz var ki, qüvvətin var ki, burada qüvvətin kvadrat kökü. Qüvvətin kvadrat kökü nə deməkdir? Tutaq ki, uşaqlar, məsələn, mənə